Salam, xoş gördük sizi. Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı Birləşmiş Millətlər Təşkilatının qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun maliyyə dəstəyi ilə Bakı, Gəncə, Quba, Qusar, Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət xidmətlərdən çıxışının təkmilləşdirməsi layihəsinin icra müddəti artıq 3 ildir ki, həyata keçirilir. Bu müddətdə Əlil Qadınlar Cəmiyyəti olaraq hansı işlər görüldü? Bu layihədən kimlər hansı formada yararlana bildi? Ümumilikdə bu layihənin gerçəkləşdirilməsində məqsəd nə idi? Bununla bağlı sosial layihə tərkib hissəsi olaraq bu televiziya layihəsini həyata keçiririk və qonaqlarımız var, studiyamızın qonaqları var. Elə layihənin icrasında əsas olan insanlar buradadılar. Onları sizə təqdim etmək istəyirəm. Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri, seminarın təlimçisi İradə Rizazadə. Günel xanım həmin layihədə təlimlər keçib, dövlət qurumlarına əlilliyi olan qadın və qızlarla necə davranmaq lazımdır, dövlət xidmətdən çıxışlar zaman onlara hansı dəstək, hansı formada göstərilməlidir, o layihənin təlimçisi olubdur. Firuzə xanım Babayeva isə bu layihənin fasilitatoru olubdur. O da yəni bu layihə çərçivəsində kitabların hazırlanması, təlimlərin təşkili, seminarların təşkilində əsas icraçı insanlardan biridir, şəxslərdən biridir. Xoş gəlmişsiniz. Xoş gördük. Məhluqə xanım, öncə sözü sizə vermək istəyirəm. 3 illik bir layihə idi. Bu artıq bizim 3-cü ilimizdir. 36 ay nəzərdə tutulmuşdu bu layihənin gerçəkləşdirilməsi. Bu 3 il ərzində, yəni əvvələ qayıdaq, 3 il öncəyə qayıdaq. Necə oldu ki, Birləşmiş Millətlər Təşkilatına belə bir layihə verildi və qalib siz oldunuz? Bugün bu televiziya proqramında iştirak edən qonaqlarımıza da bir daha öz təşəkkürümü bildirirəm. Layihə müddətində onların mənə layihənin belə gözəl inkişafına, tanıdılmasına, uğurların əldə olunmasında tərəfdaşlarımızın, layihəyə cəlb olunan xanımlarımızın böyük gücü oldu. Yəni bu komanda ilə işləmək, sizlərin mənim yanımda olmağınız həqiqətən də belə bir layihənin əlilliyi olan qadın və qızların cəmiyyətdə tanıdılması, hüquqlarının müdafiəsi, sosial problemlərinin həlli, davamlı olaraq onlara dəstəyin göstərilməsi, dövlət qurumlarında onlara yanaşma metodlarının gündəmə gətirilməsi bizim üçün önəmli məsələlərdən biri idi. Və uzun illərdir, 98-ci ildən Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi fəaliyyət göstərir. Bütün rayonlarda şöbələrimiz var və bu fəaliyyət dövründə biz işlədikcə baxırdıq ki, həqiqətən də əlilliyi olan qadınların evdə, evlərdə, ailələrdə daha çox zorakılığa məruz qalırlar. İctimai xidmətlərə çıxışları yoxdur. Sosial problemləri həddən artıqdır. Ailədə tanımaq istəmirlər, cəmiyyətdə onlara qarşı münasibət fərqlidir, iş yerlərində, məşğulluqda. Yəni, bütün kompleks bunların, bu problemləri birləşdirəndə baxırıq ki, həqiqətən də bu qadınlarımızın həm əlil, həm qadın, həm də hətta qaçqın və məcburi köçkün qadınlarımızın da həyat tərzi, həyat şəraitinin ağırlığı, daha da ağırlığı və bizim belə bir layihənin müraciət etməyə məcbur elədi və biz düşündük ki, fondları araşdırmaq istəyirdik ki, bunların bu fəaliyyət istiqamətinə daha çox hansı fondun uyğunluğu gələr və araşdıranda biz baxdıq ki, Etimad Fondu qadınlara və qızlara qarşı zorakılığa son qoymaq. Bu yeganə bir fonddur BMT yanında və ən güclü bir fonddur bu fond və onlar bizimlə bu 3 il müddətində hər 6 aydan bir hesabatlarımız oldu. Həm prezident aparatına, Ədliyyə Nazirinə, bütün dövlət qurumlarına. Bizim onlarla əməkdaşlığımız bizə çox şeylər verdi. Və çox qəribədir ki, bu layihə 1386 layihənin içindən seçilib. 25 layihədən biridir. Bu Azərbaycan üçün böyük uğurdur. Bu sıradan bir layihə deyil. Bəzən özümüz də adi baxırıq, amma o hesabatları biz araşdıranda baxırıq ki, biz nələrdən keçmişik. Bugün o qədər asan deyil ki, 24 dövlət qurumunla birləşək və göstərilən bu problemin aradan qaldırılmasında əməkdaşlıq eləyək
Və burada bizim seminar keçən, təlim keçən xanımlarımızın nə qədər güclü olduğu, yəni onlar da seçim olunublar. Onlar da bu layihənin qalibi kimi neçə dənə bizə deməli CV verən insanlar içindən seçiliblər və ən gözəl xanımlarımız burada iştirak edir. Ən təcrübəli xanımlarımız, ən peşəkar xanımlarımız burada bu təlimlərdə iştirak edirlər ki, dövlət qurumları da cəlb olunmalıdır. Onların da maraqları olmalıdır ki, biz necə eləyək ki, bu təlimdən soyumasınlar, qaçmasınlar. Və yaxud əlilliyi olan qadın və qızların evlərdən çıxarılması o qədər asan məsələ deyil. Regionlarda, Qusarda, Qubada, Xaçmazda, Gəncədə, Bakıda bu seminarlara əlilliyi olan qadınların özlərinin gətirilməsi, əllər aralarındadılar, gələ bilmirlər. Bütün bunlar hamısı bizim üçün həqiqətən də böyük bir məsuliyyət idi və bu dəyərləndirilən 1386 layihənin içində seçilmiş 25 ölkədən layihələr kimi bizim qarşımızda böyük məsuliyyət qoyulduğunu biz görürdük. Baxırdıq ki, tutalım, fondlar var ki, verir 50-60 layihə. Onların içindən seçilir. Amma 1386 layihənin içində bu özü ağırlıqdır və bu ağırlığın içindən çıxmağımız üçün ən ağır qarşımızda duran məsələ isə dövlət qurumlarının bu işə cəlb olunma prosesi idi. Çox çətin bir məsələ idi və mən buradan həqiqətən də bu layihənin belə bir vəziyyətdə, yəni ən gözəl tərtibatın qurulmasında Əlillərin Beynəlxalq Əməkdaşlığının da İctimai Birliyinin sədri Firuzə xanım Babayevaya təşəkkür edirəm. Onun gözəl təklifləri, davamlı olaraq o yanaşmaları, kitabın ərsəyə gəlməsi, o görüşlərin təqdimatının hazırlanması, formatın qurulması fasilitatorun üzərində həqiqətən də böyük ağırlıqlar durur. Bəzən düşünürük ki, belə işlərdir də, adi bir şeylərdir. Bunu təşkil edə bilərlər, amma yox, əslində elə deyildi. Bu ağırlığı biz özümüz görürdük, içəri idi, daxili komandamız görürdü və biz tez-tez bir yerdə görüşlərimizi keçirirdik. Strateji planlaşma üçün bir illik Qəbələdə bizim görüşümüz oldu və orada da biz baxdıq ki, siz özünüz də komandada orada iştirak elədi, baxdıq ki, bir illik daha nələri eləyək ki, bu layihənin uğurları bütün ictimaiyyətə yayımlansın və bizim dövlət qurumlarımızdan təşəkkür edirəm. Daxili İşlər Nazirliyinə, Qadın Komitəsinə çox-çox təşəkkür edirəm. Həqiqətən də reabilitasiya, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və bütün bizlə işləyən 24 dövlət qurumunun hər birinə təşəkkür edirəm. Minnətdaram. Ədliyyə Nazirliyinin özünə, Prezident aparatına təşəkkür edirəm. Təbii bu dəqiqədə o qədər operativ işləyirik ki, hansı bir əlilliyi olan qadınlarımızın, qızlarımızın problemi, haqqı varsa, haqqı, mən yenə deyirəm, və onların haqqını özlərinə qaytarmağa bu komanda hamısı bir yerdədir. Özünüz bilirsiniz ki, sizin böyük bir işiniz oldu və sosial çarx hazırladıq, yarım saatlıq. Onun özündə video təlimatda nə qədər gözəl təqdimat, o dost xidməti, məşğulluq, Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, təbib, Ailə Uşaq Qadın Problemləri üzrə Dövlət Komitəsi hamısı bu proqramın içində idilər və onların bu video təlimatda gündəmə gətirdiyi məsələlər əlilliyi olan qadın və qızlara xidmətləri göstərir ki, bu xidmətlər bizdə var, bəhrələnin. Mən səmimi etiraf edeyim ki, mən 29 illik televiziya sahəsində çalışan bir jurnalist, redaktor olaraq mən özüm də tam olaraq orada anladım ki, bizim əlilliyi olan qadın və qızlarımız hansı hüquqlara malikdirlər. Mən də o təlimatı hazırladığım müddətə qədər bilmirdim, çox şey bilmirdim həqiqətən də. Çox sağ olsunlar ki, dövlət doğrudan da şərait yaradıb. Sadəcə onların maarifləndirilməsinə ciddi ehtiyac var və nə yaxşı ki, belə bir layihələr var və siz bunların icrasında bu video təlimatı da o hissəyə ayırdınız ki, onlar daha da qabarıq şəkildə, geniş şəkildə məlumat almış oldular və onu da qeyd edim ki, veriliş boyunda, yəni veriliş ərzində o video təlimat da göstəriləcək, bir daha 15 dəqiqəlik video təlimatdır. Bu da bir növ yenə də maarifləndirmə xarakteri daşıyacaq. Sözü mən İradə xanıma vermək istəyirəm. İradə xanım, siz bu layihədə, bu 3 illik layihədə
seminarların təşkilini üzərinizə götürdünüz. Əsas da bölgələrdə böyük seminarlar təşkil etdiniz. O seminarlarda icmalarla görüşlərin təşkili, dövlət qurumları ilə görüşlərin təşkili, ümumilikdə nələrə nail olduq bu 3 il ərzində biz bu seminarlarla? Mənim üzərimə də düşmüşdü ki, həmin o əlilliyi olan qadın və qızların, biz bilirik ki, onlar öz hüquqlarını bilmədən necə müraciət eləməlidirlər, kimlərlə bax bu əlaqələr daha sıx getməlidir. Bax o bilməmək elə gətirir, o zorakılığa da gətirib çıxarır. Əgər onlar hər bir şəxs, xüsusən də əlil qadın və əlil qızlarımız var ki, öz müraciətlərini, dövlətə çıxışlarını, onları biləndən sonra problemlər getdikcə də azala bilir. Biz düzdür, müəyyən o sadaladığımız regionlarda, Bakıda, Gəncədə, Qubada, Xaçmazda, Qusarda bu seminarları təşkil elədik və görürdük ki, deyək ki, şəhərdə olan əlil qadınlar və qızlar düzdür, müəyyən o çıxışları hardasa var, amma orada nə çatışmır. Amma regionlarda bu da çox biraz elə səviyyədədir ki, onlar məlumatsızlığı gətirib çıxardır ki, onlar daha çox da həm qapanırlar, həm ailələrin münasibət məsələsi var. Evində olan əlil qızlara qarşı biz monitorinqlərdə keçirəndə və ona rast gəlirdik. Və regionlarda deyək ki, bu dövlət qurumlarına çıxış məsələsi çətindir. Sonra bilirsiniz ki, ən gözəl üsul odur ki, icma infrastrukturun yaradılması vacibdir ki, insanların belə bir talelərə, belə bir məsələlərə laqeyd qalmamaq və bunda da icmanın təsiri necə ola bilər. Ona görə bax bu mövzuları, bu problemləri biz artıq görəndən sonra bir strateji planlaşdırmamız oldu və həmin təlimlərdə dəvət olunan qadınlar və qızlara biz müəyyən deməli o təlimləri keçəndə maarifləndirmə, ən vacib bu günləri insanların maariflənməsi çox vacibdir. Və o maarifləndirmədə biz onlara bir də çatdırırdıq ki, deyək ki, ailə münasibəti necə olmalıdır? Nədən o əlilliyi olan qıza görə deyək ki, ya utanmaq, ya nəsə etməlidir. Amma elə valideynlər də var idi ki, onlar artıq məlumatlıdır və öz uşaqlarının artıq inkişafına müəyyən bir hərəkətlər edirlər. Bilirsiniz, onların bir yerdə olması da bu bir təcrübə mübadiləsi idi və o bacaran artıq o birisinə də göstərirdi ki, necə hərəkət eləmək lazımdır, öyrənirdi. Hüquqların bilməməsi. Yəni, hansı dövlət qurumlarına müraciət edərək onlar öz problemini həll edə bilər. Biz onlara o təlimlərdə göstərirdik. Sonra icma infrastrukturu. Onlara başa salırdıq ki, özləri yaşadığı yerdə, deyək ki, hansısa bir ərazidə yaşayırsa, ya şəhərdəmi, ya rayonda deyək, ya kənddəmi, o icmanın insanları, orada mütəxəssislər var. Müəllimi də var, həkimi də var, deyək ki, ədliyyə işçisi də var və s. Və o icma necə həmin əlilliyi olan qadın və qızların problemlərinin həllində onlara dəstək ola bilərlər. Və mən düşünürəm ki, bu icma infrastrukturunu biz getdikcə də inkişaf elətdirməliyik ki, daha tez bax bu insanların zorakılığa məruz qalması artıq aradan götürülsün. İnşallah da ki, onu edəcəyik və burada bilirsiniz ki, indi Azərbaycanda uzun müddətdir ki, qaçqın və məcburi köçkünlər də var idi. Şükür Allaha ki, bugün artıq bu məsələlər demək olar ki, məcburi köçkün söhbətini biz artıq aradan götürmüşük, amma yenə də hələlik onların da maariflənməsi, çünki onlar qayıdacaq öz torpaqlarına, orada da müəyyən problemlər yaşaya bilərlər. Ona görə biz artıq burada onları hazırlayırıq ki, onlar orada öz icmalarını qura bilsinlər və orada həmin bu problemləri birgə artıq həll edə bilsinlər. Düşünürəm ki, indi bizim bu strateji planlaşdırmamız, gələcək planlarımız da qarşıda qoyulubdur və Ehtimat Fonduna böyük təşəkkür də edirik ki, həmin bu layihənin deməli qalibi olan Azərbaycanla olan təşkilat olubdur və biz artıq
bu məsələlərdə müəyyən məsələlərin daha tez həll olunmasına nail olacaq. Və dövlət qurumları, siz bilirsiniz ki, qeyri-hökumət təşkilatı ümumiyyətlə dövlət qurumu ilə və vətəndaşmı, icmamı arasında bir bağlayıcı strukturdur və bu bağlayıcı struktur bu günləri həm dövlətə deməli göstərə bilir ki, hansı işləri apara bilir və bunların bir-birinə bilavasitə tez operativ məsələnin həll olunmasına nail olur. Bu da bir böyük irəliləyişdir. Düşünürəm ki, gələcəkdə daha gözəl işlər olacaq. Firuzə xanım, sizə sualım var ki, əsas yük bəli Məhlul xanımın da dediyi kimi sizin üzərinizə düşdü. Bu tədbirlərin həyata keçməsi, həm dəyirmi masaların, həm seminarların, həm təlimlərin yerinin, məkanın, təşkili, dövlət qurumlarına ünvanlanan məktublar. Ümumiyyətlə, nə kimi çətinliklərlə rastlaşdınız? Məncə düşünürəm ki, Bakı şəhərində elə bir çətinliklə qarşılaşmamısınız. Əsasən bölgələrdə yəqin sıxıntılarınız olubdur. Bu barədə istərdim ki, məlumat verərsiniz. Ümumiyyətlə, bu layihənin icrasında sizin üzərinizə düşən məsuliyyət nədən ibarət idi və icra zamanı nə kimi çətinliklərlə və yaxud qarşılıqlı əməkdaşlığa xoş qarşılıqlı əməkdaşlığa rastlaşdınız? Biz bu 3 il ərzində demək olar ki, siz bildiyiniz kimi Bakı, Gəncə, Xaçmaz, Quba, Qusar rayonlarında dərin masalar, seminarlar keçirildi. Bu etaplarda biz yazışmalarla, müraciətlərlə, zənglərlə bunlara nail olduq. İlkin olaraq QHT olaraq biraz çətinliyimiz nədə oldu ki, QHT olaraq qəbul olunmamaq kimi məktubların prezident aparatına yazılmağı, icralara müraciəti, tapşırıqları, sonra bizdə yerlər ayrıldı. Bunlar etap aradan götürüldü. İlkin bizdə o üçün Günel xanımın tanınmağı, İradə xanımın tanınmağı, ictimaiyyəti tanınmağı, Məhlul xanımın tanınmağı, bu nüfuzun özü də bir tanınmağı bizə köməklik oldu ki, birinci etap gələndə, məsəl üçün, dərin masaya Günel xanımı gördülər, sonra özləri müraciətdə təkliflər ki, biz burada yenidən bir də iştirak eləyək, biz bu mövzunu bizə çox əl çatılmaz kimi idi, internetdən izləyirdik. Bizdə Günel xanım onların əyanidə, Zoomdan da belə görüşlərinə yazıldı. Bunlardan biz demək olar ki, ikinci bizim etap gedəndə rayonlara ya Bakıda elə buradan Bakıdan şöbələrinə tapşırırdılar ya nə göndərişlə. Bizdən də əvvəl onlar gedirdi ki, o problemlərdən götürülüb, onlar bizdən qabaq gəlirdilər. Gəlirdi ki, hərə öz yerini tutub, Günel xanım gözləyir, İradə xanım gözləyir, qaşqınlar da onu kimi. Mən buradan o dövlət qurumlarına da öz minnətdarımı bildirirəm ki, bu kitabda onların ünvanları, adresləri yazılıb. Mən yeri gəlmişəm, o kitabın ərsəyə gəlməsində sizin böyük rolunuz oldu. Ziniyyət xanım, bir də Fatma xanım Sofiyeva var idi. Onlar hər bir nümayəndəliyə gediblər, icra hakimiyyətinə, dövlət qurumlarına, onlardan gördüyü işləri, əlillərlə hansı ünsiyyətdə olduqlarını, tanıdıqlarını, məlumatları toplayıb gətirib, onları mən redaktə edib bu kitabı ərsəyə gətirmişəm. Burada məlumat kitabı. Burada biz bu kitabın adını qoyduq, nə etməli, nə bilməli. Yəni ki, biz əlil olaraq nə edək və məlumata hardan alaq, nə bilək. O da bilməkləri odur ki, bu kitaba baxmaqla, əldə eləməklə orada bütün demək olar ki, dövlət qurumlarının məşğulluqdur, sosialdır, tibbidir, fövqəladə 24 dövlət qurumunun ünvanı, qaynar xətti burada qeyd olunub. Neçə tirajla bu çap olunubdur? Bu 3000 tirajla olubdur. Burada bunu necə əldə etsinlər? biz bunu elektron olaraq öz səhifəmizə də, saytımıza da yerləşdirəcəyik. Hansı saytdır? Biraz ətraflı. dvs.az. dvs.az-da biz bunu yerləşdirəcəyik elektron variantını. Amma hər bir regionda nəşrlər paylanılacaq. Yəni ki, bizim orada indi Məlkam özdə dedi, İradə xanım da dedi, qeyd elədilər. Orada bizim bir mərkəz olaraq biz orada icma yaratdıq. Orada həmən onlar məlumatları bizə verir, bizlə mütəmadi əlaqə saxlayır. Biz həmən o bizim qurumlara bunları verməliyik. Orada iştirak eləyən, eləməyən
bu kitablardan bəhrələnsin. Ona görə biz bunu 3000 tiraj elədik. Elektronu da biz indi oradan əldə eləyənlər olar. Telefon nömrəmiz var. Zəng eləsələr çatdıra da bilərik. Çox böyük iş gördüm həqiqətən də bu kitabın. Belə bir kitab ilkdir. Bu həm video təlimat o ilk olan kimi bu kitab belə bir məlumat kitabının hazırlanmasına çoxdan ehtiyac var idi və doğrudan da BMT maliyyə dəstəyi ilə həyata keçirilən bu layihədə Birləşmiş Millətlər Təşkilatı Etimad Fonduna xüsusi təşəkkür düşür. Sağ olsunlar. Sualım Günel xanıma olacaq. Günel xanım, bu layihədə çox sağ olun Firuzə xanım siz. Günel xanım, siz bu layihədə əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışı zamanı onlarla necə davranış, ünsiyyət qurulmalıdır, onlara hansı qayğı göstərməlidir, necə davranmalıdır, etik hansı ünsiyyətlər var ki, əlilliyi olduğunu onlara hiss etdirmədən yanaşılmalıdır. Və bunu siz daha gözəl bilirsiniz, daha gözəl izah edirsiniz. Mən istərdim ki, bu layihədəki rolunuzdan danışardınız. Bu layihəyə Etika Akademiyası dəvət aldıqda layihənin bu qədər geniş və iri miqyaslı olacağını təxmin eləməmişdik. Düşünürəm ki, çox gözəl komanda işi quruldu və maarifləndirmənin bu qədər şəbəkələşmiş halı ilə mən bir çox beynəlxalq layihələrdə iştirak etmiş adam kimi ilk dəfə qarşılaşırdım. Çünki hər tərəfli və doğru maarifləndirmə işi getdi. Maarifləndirməyin bütün növlərindən istifadə edildi. Təlim vəziyyətindən, çap versiyalarından, informativ radio, televiziyalar. Düşünürəm ki, eşitməyən, bu məlumat məndə yoxdur, əldə edə bilməyəcəm kimi məsələlərin hamısı sıfırlandı və bu layihənin nəticəsində əldə olunan bütün məlumatlar bugün hər şəkildə hər kəsə tam aydındır və əldə edə bilən mövcudluğundadır. Etika Akademiyası olaraq biz burada dövlət qurumları ilə işlədik və bir çox dövlət qurumlarının böyük həvəslə iştirak elədiyi təlimlər keçirdik. Bu bir çox bölgələrdə, Bakı şəhərinin özündə də təkrar təlimləri iştirak etmək üçün hətta müraciətlərimizin də sayı çox oldu. Bizi çox sevindirdi, layihənin uğuru haqqında məlumat verirdi. İşin yeni vərdişlər haqqında bizim dövlət qurumları əməkdaşlarını maarifləndirmək idi. Çünki etikada və etiket qaydalarında insanlar dəyişdikcə də onların davranış qaydaları və davranışlarda algılama prinsiplərinin də dəyişkənliyi var. Məsələn, 50 il, 60 il öncəki insanla indiki insanın davranış, ədəb, etika, psixologiyasında fərqlər var. Bu incəliklərin fərqləri barədə təlimlər verdik. Bu təlimin adı neuroetika və neuroestetika elmidir. Yəni, gözəl vərdişlər elmidir. Və məmurlarımız böyük yoğun qrafik altında işləyirlər. Bir çox insanları, bəzən çətin insanları saatlarca dinləyib, qəbul edib, onların məsələlərini həll etməlidirlər. Beyin alimləri deyir ki, bir insan gündə 3 dəfə məsələni həll edirsə, artıq onun beyni yorğundur, dincəlməlidir. Amma görün, bizim dövlət qulluğunda olan insanlar gün ərzində nə qədər məsələlər həll edirlər. Təbii ki, onlar da yorulurlar. Təbii ki, yorğun beyində də çox yüksək nəzakətin qalması böyük vərdiş tələb edir. Bu vərdişlər elminin ən son genetik alimlərin, beyin alimlərinin ixtiraları ilə bərabər biz məmurların masasına, təlim paketinə gətirdik və Məluqə xanımın xüsusi proqramı, dəvəti ilə bu proqramlarda ən böyük son yenilikləri təlimə və kitabçaya əlavə elədik. Çünki məmurlar üçün xüsusi təlim paketi də hazırlandı, kitabça hazırlandı və bu məlumatlar eləcə də kitabçaya köçürüldü. Bu yaxınlarında işi ucu gələcəkdir. Bizim Etika Akademiyası olaraq bu layihəyə vurğunluğumuz ondan ibarət oldu ki, heç kəs kənarda qalmadı. Bir məsələyə, bir çözümündə hər kəs iştirak etdi. Dəstək olan şəxs, dəstəyə ehtiyacı olan şəxs və bu dəstəyi doğru işıqlandıran şəxslər, təşkilatçılarımız, hər birinin çox yüksək səviyyədə işin aparılması, düşünürəm ki, əldə etdiyimiz nəticəyə görə cavabdehliklərin daşıdılar və mən bu layihənin heç bitməsini də istəmirəm. Sona doğru yaxınlaşırıq. Düşünürəm ki, birinci fundamental mərtəbədən çıxaraq daha digər mərtəbələrə doğru irəliləməliyik. Görüləcək işlər var. Azərbaycanda, dünyanın özündə də birgə irəliləyirik. Bizdə olan məsələlər, dünyanın hər bir yerində bu məsələlər var.
Ona görə də BMT-nin layihəsi çərçivəsində irəliləyirik. Bizdə olan digər ölkələrdə də var və birgə məsələlərin çözümündə Azərbaycan da öz töhfəsini verərək həll etməyə çalışır. Bizim kitablar, bizim yeni proqramlarımız da düşünürəm gələcəkdə beynəlxalq bir çox digər dillərə çevirərək bizim digər ölkələrə də nümunəvi olaraq bu layihəni təqdim edib nümunəvi xarakter daşıyaraq onlar da icra edə bilərlər. Çünki nəticəsi əlimizdədir. Təşəkkür edirəm. Nərif xanım, bir söz deyə elə Günel xanımın bu dediklərinə əsaslanaraq ki, biz özümüz də iştirak edirdik, bilirdik, görürdük ki, dövlət qurumlarına keçir və əlil qadınlara biz seminarlarda deyək ki, onların bilirsiniz də müəyyən onların narazılıqları və s. onlar da dinlənilirdi. Hardasa o dövlət qurumu nümayəndələrin deyək ki, nəsə bir münasibətini orada deyəndə biz layihədə olan dövlət qurumlarının nümayəndələrinə ki, etik necə müraciətlər, etik davranış məsələsini bunu da orada qeyd edirdik və eyni zamanda indi hər bir kəs orada tək dövlət qurumu deyil, müəyyən əlilliyi olan şəxslər də bəzən deyək ki, müraciət edəndə bir kobudluq və s. və onlara da çağırış edirdik ki, siz özünüz də əgər həmin dövlət qurumu nümayəndəsinə bir özünüzün etik, sakit müraciət eləsəniz, sizin məsələnizin də həll olunması, yəni o narazılıq, qışqırmaq və s. bu daha da hələ bir problem yaradır. Və inanırsınız ki, baxırdım ki, onlar bax bunları da qulaq asıb və gələcəkdə deyirlər ki, bəli, biz də belə müraciətimizdə bunu edəcək. Bu təlimdən yararlana bildilər. Video təlimatdan danışdıq bayaq. Video təlimatın zamanıdır. Əlilliyi olan qadın və qızlara bir daha maarifləndirmə xarakterli hazırladığımız onların hüquqları, onların hansı dövlət qurumuna, hansı formada necə yanaşa bilərlər, yaxınlaşa bilərlər. Bununla bağlı hazırladığımız video təlimatı sizə təqdim edəcəyik və yenidən sonra studiyamıza qayıdacağıq. Video təlimat Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı və qadınlara qarşı zorakılığa son qoymaq üçün Birləşmiş Millətlər Təşkilatının Etimad Fondunun maliyyə dəstəyi ilə icra olunan Bakı, Gəncə şəhərləri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi layihəsi çərçivəsində hazırlanıb. Video təlimatın məqsədi əlilliyi olan qadın və qızların və onların ailə üzvlərinin dövlət xidmətləri haqqında məlumatlılığını artırmaqdır. Müxtəlif maneələr səbəbindən cəmiyyət həyatında tam və səmərəli iştirak edə bilməyən, fiziki, psixi, əqli pozuntulu, hissiyat problemli insanlar əlilliyi olan şəxs hesab olunurlar. Ümumilikdə, əlillik həmin şəxsin mövcud vəziyyətinin qiymətləndirilməsi, onun sosial müdafiə ehtiyaclarının olması ilə müəyyənləşdirilir. Bu proses isə tibbi sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bugün reabilitasiya mərkəzlərində əlilliyi olan qadınlara yüksək keyfiyyətli və müasir avadanlıqlarla təchiz olunmuş fizioterapiya prosedurları, tibbi, sosial-psixoloji xidmətlər göstərilir. Əlillik təyin olunduqdan sonra hər bir şəxs, əlilliyi olan hər bir şəxs bizim dost mərkəzlərimizə, tibbi sosial ekspertiz reabilitasiya, yəni komissiyalara, çeklərə, yaşayış yeri üzrə çeklərə, dost mərkəzlərimizə, birbaşa mərkəzə də yəni bildirə bilərlər. Reabilitasiya xidməti almaq üçün yəni müraciət edə bilərlər və o elektron rezervasiya üsulundandır. Daha çox bizə müraciət edən, yəni xanımlar hansı diaqnozlarladır? Düzdür, onkoloji diaqnozlarla çoxdur, süd vəzi, ginekoloji və s. Biz bu zaman daha çox çalışırıq. Əgər hansısa bir fizioterapiya proseduru əksik bir göstəriş olarsa, psixoloji dəstək verməyə çalışırıq. Hətta onlayn xidmətlərimiz də var. Bu xidmətlərin daha əlçatan, davamlı və effektiv olması məqsədi ilə ölkə üzrə müxtəlif layihələr keçirləşdirilir. Onlar bir neçə istiqaməti əhatə edir. İlkin əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə cəlb olunması.
Bu layihənin məqsədi reabilitasiya müəssisələrinin yerləşdiyi ünvanın yaxınlığında yaşayan, əlilliyi olan qadınlarla əlaqə saxlamaq, onları məlumatlandırmaq və xidmətlərə dəvət etməkdir. Onkoloji diaqnozlu əlilliyi olan şəxslərə sosial-psixoloji dəstək layihəsi. Bu şəxslərin reabilitasiya xidmətlərindən kənarda qalmamaları və reabilitasiya infrastrukturuna əlçatanlığının təmin edilməsi məqsədi ilə onkoloji xəstəliklər üzrə ilkin əlillik təyinatı aparılır. Onlara sosial-psixoloji dəstək göstərilir. Təlimlər həyata keçirilir. Reabilitasiya avtobusu xidməti. Rehabas adlanan layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator, həmçinin icma əsaslı reabilitasiya xidmətlərinə rahat, ödənişsiz çatdırılmasıdır. Rehabas vasitəsilə müraciət edənlər 2 və daha çox xidmətdən yararlana bilirlər. Səyyar xidmət layihəsi. Bu layihə yaşayış yerini tərk edə bilməyənlərə evdə tibbi və sosial-psixoloji reabilitasiya xidmətinin göstərilməsi, vətəndaş məmnuniyyətinin artırılması və növbəliliyin azaldılması məqsədi daşıyır. Qeyd edək ki, psixoloq, təlimatçı, tibb bacısının həmin əlilliyi olan şəxsə evdə xidmət göstərməsi üçün xüsusi hal olmalıdır. Bunun üçün vətəndaş tibbi sosial ekspertiza komissiyasına və ya birbaşa reabilitasiya mərkəzinə müraciət edir. Sonra həkim və psixoloq vətəndaşın evinə yönləndirilir. Şəxsin vəziyyəti araşdırıldıqdan sonra buna uyğun evdə xidmətə göstəriş verilir. Masajdır, müalicə bədən tərbiyə xidmətidir, psixoloq yardımıdır, sosial-psixoloji reabilitasiyadır, həkim müayinələridir əlbəttə ki və həkim müayinələrinə əsasən də aparılan, tərtib olunan fərdi reabilitasiya planıdır. Fiz-prosedurlardan bizdə parafinoterapiyadır, elektrostimulyasiya, darsanval, masajı müəyyən növləri, hidroterapiyadır, vannalarla müalicə, yoga, dansability, ipoterapiya kimi alternativ reabilitasiya üsullarına da müraciət eləmişik. Dansability rəqs terapiyadır. Daha sonra bir layihəmiz ipoterapiyadır. Ipoterapiya atlarla terapiyadır. Əlilliyi olan şəxslərimiz bir çox reabilitasiya vasitələri ilə təmin olunurlar. Bura həm qoltuqaltı əsalar, artezlər, arabalar, ayaqqabılar daxildir. Reabilitasiya vasitəsi çoxdur və təyinat olaraq, çekdən təyinat verilir. Uyğun reabilitasiya vasitəsi bizim mərkəzimizdə, protez ortopedik istehsalat mərkəzində əlilliyi olan şəxsə təqdim olunur. Müasir arabalarla son dövrdə də biz təmin edirik əlilliyi olan şəxslərimizi. Bu qapalı məkanı üçün, açıq məkanı üçün olan mühərrikli arabalardır. Qeyd edək ki, agentlik əlilliyi olan qadınlara və qızlara regionlarda da xidmətlər göstərir. Məsələn, Bərdə şəhərindəki Qarabağ Regional Dost Mərkəzində ambulator reabilitasiya mərkəzi Rehab Point mövcuddur. Burada əlilliyi olan şəxslər ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq, loqoped və digər xidmətlərdən yararlanırlar. Gələcəkdə hər regional dost mərkəzi üzrə bir ambulator reabilitasiya mərkəzinin fəaliyyəti nəzərdə tutulub. Qarşıya qoyulan hədəflər isə bunlardır. Əlilliyi olan şəxslərin xidmətlərə əlçatanlığının artırılması, reabilitasiya infrastrukturunun gücləndirilməsi, Rehab Point, ambulator reabilitasiya məntəqələrinin regionlar üzrə genişləndirilməsi, biopsixososial modelə keçidin beynəlxalq təcrübəyə uyğun inkişaf etdirilməsi, agentliyə tabe reabilitasiya müəssisələrində beynəlxalq protokol və şkalaların tətbiqinin genişləndirilməsi, beynəlxalq təcrübəyə əsaslanaraq alternativ reabilitasiya xidmətlərinin tətbiqi, keyfiyyətli və təhlükəsiz xidmətin təminatı. Məişət zorakılığı da bugün aktual məsələlərdəndir. Əlilliyi olan qadın və qızlarımız da tez-tez bu problemlərlə üzləşirlər. Hüquqlarından məlumatsız olanlar isə zorakılığın qurbanına çevrilirlər. Belə hallarla rastlaşan şəxs dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud ərazi üzrə polis şöbələrinə müraciət etməlidir. Məişət zorakılığına məruz qalmış bir qadın müraciət etdiyi təqdirdə dərhal ilkin olaraq qadının təhlükəsizliyi nəzərə alınır. Bunun üçün əgər lazım gələrsə, qadının mühafizə orderi ilə təmin olunması üçün tərəfimizdən icra hakimiyyətinə müraciət olunur. Çünki ilk növbədə biz ailədə əgər uşaqlar da varsa, bu məqamı nəzərdə alırıq ki, yəni birinci halda təhlükəsizlik təmin olunsun. İkinci isə araşdırma prosesində yoldaşı tərəfindənsə və yaxud da bir yaxın qohumlar tərəfindən o zorakılığa məruz qalırsa, şəxsin ehtiyac duyularsa,
yenə də təhlükəsizliyin təmin olunması tərəfindən sığınacağa yerləşdirilməsi məqamı da ortaya gəlir. Şəxs fiziki zorakılıq göstəribsə və burada xəsarətlər vardırsa və xəsarətin ağırlıq dərəcəsi uyğun olaraq araşdırmalarımız iki istiqamətdə gedə bilər. Burada həm sahə inspektorları tərəfindən və yaxud da təhqiqatçılar tərəfindən də ayrı-ayrı faktlara uyğun olaraq araşdırmalar aparılır. Məişət zorakılığına məruz qalan əlilliyi olan qadınlar və qızlar hüquq mühafizə orqanları ilə yanaşı, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və yaxud regionlardakı filiallara müraciət edə bilərlər. Bunun üçün əlilliyi olan qadınlar komitənin rəsmi Facebook səhifəsinə, rəsmi saytına və o cümlədən rəsmi elektron poçt ünvanına müraciət edə bilərlər. Bütün bunlarla yanaşı elektron müraciətlərdən də əlavə komitənin regionlarda mütəmadi olaraq qəbullar keçirilir. Bu qəbullara vətəndaşlar müxtəlif mövzular üzrə komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, xüsusilə də əlilliyi olan qadınlar da həmçinin öz müraciətlərini edə bilərlər. Qeyd edim ki, əvvəlcədən regionlarda keçirilən qəbullarla bağlı komitənin rəsmi sosial şəbəkələrində, saytında bu barədə məlumat öncədən verilir. Məişət zorakılığına məruz qalan əlilliyi olan qadınlar 860 və ya 116-111 qadın dəstək xəttinə zəng eləyib psixoloji və hüquqi yardım ala bilərlər. Qeyd edək ki, komitənin regionlarda 11 uşaq və ailələrə dəstək mərkəzi, qadın və icma resurs mərkəzləri fəaliyyət göstərir. Keçirilən açıq qapı günlərində də vətəndaşlar müvafiq mövzular üzrə, problemləri üzrə, şikayətləri üzrə onlara müxtəlif dəstəklər göstərilir və bu dəstəkləri nəticəsində onlara müvafiq köməklik olunur. Müraciət edən qadınlara hüquqi, psixoloji dəstək göstərilir, onlara sosial dəstək göstərilir. Həmçinin maarifləndirmə tədbirləri qeyd etdiyim kimi müxtəlif mövzularda keçirilir və xüsusilə də əlilliyi olan qadınlar və qızlar üçün onların ictimai həyatda aktivliliyin artırılması, onların özləşdiyi stereotiplərlə mübarizə, həmçinin onların iqtisadi bilik və bacarıqlarının artırılması məsələsi də maarifləndirmə təlimləri arasında aktual mövzulardandır. Əlilliyi olan qadınların məşğulluq imkanlarının artırılması, onların yeni peşələrə yiyələnməsi, bilik və bacarıqlarının artırılması üçün xüsusi kurslar təşkil olunur. Bu isə Dövlət Məşğulluq Agentliyi tərəfindən gerçəkləşdirilir. 15 yaşından başlayaraq işləmək istəyən əlilliyi olan qız və qadınlar şəxsiyyətini təsdiq edən sənədlə Dövlət Məşğulluq Agentliyinə və yaxud regional filiallara, həmçinin paytaxtdakı dost mərkəzlərinə müraciət edə bilərlər. Prosesi elektron qaydada da həyata keçirmək mümkündür. Bunun üçün elektron hökumət və ya e-sosial portalına daxil olub, mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək və məşğulluq bölümündəki müraciət ərizə formasını doldurmaq lazımdır. Vətəndaşlarımız ilk növbədə qeydiyyata düşdüyü zamanı məşğulluq imkanlarını qiymətləndirilir və onların belə də fərdi məşğulluq proqramı tərtib olunur. Aidiyyatı üzrə aktiv məşğulluq tədbirləri üzrə hansı tədbir üzrə məşğulluq təmin olunmalıdırsa, həmin tədbirin artıq icrasına başlanılır. Kvota təyin edilməsi ilə sosial müdafiə xüsusi ehtiyacı olan şəxslərin kvota tətbiq edilməsi ilə məşğulluq təmin olunur. Bu, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən işə götürənlərimizin öhdəliyidir. Məşğulluq tədbirlərindən biri də sosial iş yerlərində əmək haqqının bir hissəsinin maliyyələşdirilməsidir ki, Dövlət Məşğulluq Agentliyi olaraq biz işə götürənlərin həvəsləndirilməsi, həmçinin də bu kateqoriyada olan şəxslərin məşğulluğunu təmin edilmək üçün işə götürənlərə həmin işçinin belə deyək, işlə təmin olunduğu halda 3 aydan az, 12 aydan çox olmayan müddətdə əmək haqqı və əmək haqqının üstəlik bölməsinin 50%-ni maliyyələşdirilir. Əlilliyi olan qadınlar və qızlar hazırlıq kurslarından da yararlana bilirlər. Onlar müdavim kimi qatılıb, seçdikləri peşənin sahibi olurlar. Sonra isə əmək yarmarkalarında iş tapmaq imkanı əldə edirlər. Belə aktiv məşğulluq layihələrindən biri də özünə məşğulluq proqramıdır. Bunun üçün əlilliyi olan qadınlar və qızlar Dövlət Agentliyinin regional məşğulluq filiallarına, həmçinin paytaxtdakı dost mərkəzlərinə müraciət edib 40-dan çox zərfdən istifadə edə bilərlər.
Hazırda Dost Agentliyi 12 istiqamət üzrə 159 xidmət təqdim edir. Bunlardan biri də məhz əlilliklə bağlı olan istiqamətlərdir ki, ümumilikdə siyahıda 11 belə xidmət növü mövcuddur. Xidmətlər sırasında əlilliklə bağlı müxtəlif arayışların verilməsi, əlillərin reabilitasiya vasitələrindən təmin edilməsi, əlilliyi olan şəxslərə deməli, əmək zəmanətlərinin verilməsi, eyni zamanda reabilitasiya mərkəzlərinə göndərişlərinin verilməsi, əlillərin reabilitasiyası ilə bağlı sanatar reabilitovkaların göndərişlərinin verilməsi kimi xidmətlər göstərilir. Burada tərcümə xidmətlərindən də əlilliyi olan şəxslər müraciət edə bilərlər. Bunun üçün deməli həm qabaqcadan deməli onlayn növbə alarkən bu xidməti sifariş etmək olar. Eyni zamanda da bilavasitə mərkəzlərdə də bu xidmətlərdən istifadə etmək olar. Dost mərkəzlərində əlilliyi olan qadınların müyəssərliyi tam təmin olunub. Döşəmələrə xüsusi hərəkət nişanları bərkidilib, panduslar yerləşdirilib. Müraciət zamanı onlar könüllülər tərəfindən qarşılanır, əlil arabaları ilə təmin edilir, lazım olan bütün köməkliklər göstərilir. Əlillərin hüquqları sahəsində dövlət komissiyası mövcuddur. Həmin komissiya müxtəlif deməli dövlət orqanlarından, müxtəlif qurumlardan, qurumların nümayəndələrindən ibarətdir. Bu komissiyada deməli rəhbərliyi Dost Agentliyi İdarə Heyətinin sədri eləyir. Eyni zamanda Dost Agentliyi bir növ həmin bu komissiyanın fəaliyyətində əsas moderatorlardan biridir. Hər il deməli illik hesabat tərtib edilərək Nazirliyə təqdim olunur bu istiqamətdə. Həmin hesabatda da əlilliyi olan şəxslərin ümumilikdə problemləri, çətinlikləri, mövcud vəziyyət, bu istiqamətdə görülmüş dövlət tərəfindən, qeyri-hökumət tərəfindən görülmüş işlər, layihələr haqqında geniş məlumatlar verilir. Eyni zamanda təkliflər, tövsiyələr də öz əksini tapır bu hesabatlarda. Dost Agentliyinin xidmətlərindən yararlanmaq istəyən əlilliyi olan şəxslər bu qurumun saytı üzərindən elektron növbə götürməklə də müraciət edə bilərlər. Bundan başqa, mərkəzdə səyyar xidmət növü də mövcuddur. Həmin şəxslər və yaxud yaxınları bu xidməti sifariş etdikdən sonra sosial işçilər onlara evdə xidmət göstərirlər. Qeyd edək ki, bura kimsəsiz, xüsusi qayğıya ehtiyac olan şəxslərə aiddir. Sosial agentlik əməkdaşları onlara dərmanlarının alınmasında, ev işlərinin görülməsində, alış-veriş edilməsində köməklik göstərirlər. Bu, həftədə bir neçə dəfə olmaqla həyata keçirilir. Məxluqa xanım, sualım sizədir. 15 il, 20 il öncəyə baxanda qeyri-hökumət təşkilatları
qəbul olunmurdu deyək dövlət qurumları tərəfindən. Bu açıq reallıq idi. Amma son illərə baxdıqda və bizim layihəmizə baxdıqda orada bir nüans var ki, biz koordinasiya şurası yarada bildik. Bu dövlət qurumları ilə birlikdə, yəni əməkdaşlıq idi. Yəni bizim 3 illik layihədə bizə dəstək olun bir mesajı idi, bir təklifi idi, təşəbbüsü idi və bu çox gözəl qarşılandı bildiyim qədərilə. İstərdim ki, bu haqqda danışardınız. Bu layihənin ən əsas komponentlərindən biri koordinasiya şurasının yaranmasıydı. Dövlət qurumları və QHT arasında koordinasiya şurası. Həqiqətən də bu çətin bir proses idi və sözün düzü illərdir biz işləyirik, dövlətlə işləyirik. Elə dövlət qurumları var ki, yəni bizdən asılı olmayaraq davamlı onlarla ünsiyyətdəyik. Bizi daha gözəl tanıyırlar, fəaliyyətimizi, məşğulluğumuzu, insanların qaldırdığımız problemləri. Amma elə dövlət qurumları da var idi ki, biz onlarla sıx ünsiyyətdə deyildik. Məsələn, arxitekturadır, nəqliyyatdır, Rabitə Nazirliyi kimi bizim müəyyən qurumlardır ki, bir sıra. Deyim ki, bunlarla bizim əməkdaşlığımız çox deyildi, açığı deyək. Amma bu layihədə biz 10 dövlət qurumunu, əsas dövlət qurumlarını biz həm qadınlarımız, qızlarımızla deməli birbaşa təmasda olan, onların problemlərindən işləyən Sosial Təminat Nazirliyi, agentliklər, onlar biz özümüz seçim eləmişdik ki, bunlarla işləyəcəyik, 10 qurum. Amma işlədikcə baxdıq ki, yox. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində daha çox ehtiyac var. Yəni, əlilliyi olan qadın və qızların internetə çıxışı çox vacib məsələlərdir. Nəqliyyat problemi, arxitektura problemi, çox problemlər var ki, bu dünyavi problemlər, açıq edək də. Əlillik məsələsi elədir ki, dünyavi problemdir. O tək bizim deyil. Əsasən də qadın və qızlarla yaranmış problemlər dünyavi problem. Dünyanın hər yerində var. Bəlkə də bizdən də çoxdur. Qat-qat çoxdur. Bəlkə də ən humanist ölkəyik ki, biz əlilliyi olan qadın və qızlarımızı birləşib onların problemlərini həll etmək üçün ortaq məxrəcə gəlib və koordinasiya şurasının valla bu ilkdir. Mən elə düşünürəm. Azərbaycan hökumətində bu ilkdir və prezident aparatının mənə böyük dəstəyi oldu. Ədliyyə Nazirinə, mən çox təşəkkür edirəm. Ədliyyə Nazirinin özü gəlib həmin Günel xanımın keçdiyi o təlimlərdə iştirak edən Daxili İşlər Naziri, hansı ki biz bunları nəzərə almamışdıq. Təbibin özü, yəni təbib bu gün bizlə o qədər operativ işləyir ki, mən çox təşəkkür edirəm təbibin bizlə birbaşa təyin olunmuş Göçək xanıma buradan təşəkkür edirəm. Daxili İşlər Naziri Kəmalə xanıma buradan təşəkkür edirəm. Bizim qadın Xuraman xanıma Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi o qədər operativlər, yəni hamısının adını çəkə bilmirəm. Hamısına, Dost Agentliyi, Tural bəyə buradan təşəkkür edirəm. Bax, jurnalistlərimizə təlimləri keçdi ki, Dövlət Tibbi Sosial Ekspert Komissiya Agentliyinin mətbuat xidməti ki, o problemlərin içindədirlər bütün gün və onların jurnalistləri 30-35 jurnalistlərimizə sizə minnətdaram, təşəkkür edirəm ki, ən operativ qurumlar və dövlət qurumlarının mətbuat xidmətlərini cəlb elədiniz. Tural bəy onlara təlim keçdi. Bunlar heç biri sıradan bir şey deyil. Bəlkə də təşkilat olaraq biraz tanınmağımız, qeyri-hökumət təşkilatlarının, məsələn, 20 il qabaq biz qeyri-hökumət təşkilatları axı Azərbaycanda o qədər də fəaliyyət göstərmirdi, az bir təşkilatlar idi. Məsələn, gözdən əlillərlə işləyən təşkilatlar, eşitməyən təşkilatlar, məsələn, Azərbaycan Qadınlar Cəmiyyəti, belə deyək, Firuzə xanımgilin təşkilatı 91-dən yaranmış əlillərin beynəlxalq əməkdaşlığı sferasında Allah rəhmət eləsin, Lidiya xanım Rəsulova yaradıb o təşkilat. Yəni, təşkilatlarımız çox az idi. Və biz də 98-də yaranan təşkilat idik, aydın məsələdir ki, problem də çoxdur. Qeyri-hökumət təşkilatlarının tanınması, hər təşkilat öz missiyasına uyğun da işləmirlər. Açığı deyək, o uyğunluğu da bilə bilmirlər, o sistemi də qura bilmirlər. Və bizim bu layihə ilə gündəmə çıxmağımızda mən o dərəcədə dövlət qurumlarına heç bir problemi görmədik. Məktubları yazdıq, özünüz bilirsiniz, bizlə iştirak elədiniz. Mən buradan KOBİAya çox dərin təşəkkürümü bildirirəm. Hətta KOBİAnın regional, məsələn, Xaçmazdır, Gəncədir şöbələri
bizim qusardır. Bizim təlimlərin onlarda keçirilməsinin təşkilatçılığını elədilər. Biz onlara təşəkkürümüzü bildiririk. Yəni onlar bu dərəcədə bizi tanımasaydılar, əlbəttə ki, onların özü də baxırlar saytına, baxırlar təşkilatın fəaliyyətinə, baxırlar təşkilatın rəhbərinin fəaliyyətinə, baxırlar yanaşmasına baxırlar və bütün təşkilata dəstək verirlər. Mən burada heç bir çətinlik görmədim və uğurla bu layihəmizi birgə həyata keçirdik və bu layihənin belə uğurlu davamiyyətində həqiqətən də Günel xanıma çox dərin təşəkkürümü bildirirəm. Etikanın üzərində o qədər gözəl bir sistem qurdu ki, tək Azərbaycan cəmiyyətində deyil, bəlkə də biz dünyanın ən mədəni millətiyik. Ən aristokrat millətiyik, ən gözəl millətiyik. Mən öz millətim üçün buna deyirəm və millətimə burada təşəkkür edirəm. Həqiqətən ki, biz belə bir millətin nümayəndələriyik. Günel xanımın buna baxmayaraq, o əlilliyi olan qadınlara, qızlara etik davranış sisteminin gündəmə qoyması və dövlət qurumlarının çətinliyi, gördüyü çətinlikləri, bəlkə də Günel xanım da dərk eləmirdi bunu, biz də dərk eləmirdik, biz özümüz gördük. Və bu nədən görür? Günel xanım o qədər gözəl təlim sistemini qurmuşdu ki, dövlət qurumları özləri deyirdi ki, maraq göstərirlər həqiqətən də. Biz çox burada həvəslə və gəlirdilər. biz bu çətinliklərlə hər gün qarşılaşırıq və onların qarşısında aciz qalırıq, özümüz də hirslənirik, özümüz də səbirləşirik. Amma Günel xanımın təlimlərində hamısı sevə-sevə, məsələn, dövlət qurumları o qədər maraqlı deyil ki, ayda bir dəfə təlimlər təşkil oluna. Məsələn, Bakıda 6 ay müddətində 4 dənə təlim keçirilirdi. Bu asan bir şey deyil. Amma məktubu biz yazan kimi onlar öz növbəti nümayəndəsini ayırırlar ki, bu bəhrələnsinlər. Yəni, bütün bu uğurlar hamısı bütün komandanın uğurlarıdır. Bunlara mən bu gözəl xanımlarımıza təşəkkür edirəm, minnətdaram. Yəni, komanda olaraq hələ işlərimiz qabaqdadır və yeni fikirlərimiz gündəmə gəlir ki, əlilliyi olan qadın və qızları cəmiyyətdə yararlı bir təbəqəyə çevirək. Günel xanım, sizin keçdiyiniz təlimlərdə, etik davranışlarla bağlı keçdiyiniz təlimlərdə ən yadda qalan, sizi cəlb edən, yəni ki, nələr oldu? Maraqlı hadisə, yadda qalan bir nüanslar və ümumiyyətlə bu sizin təlimlərə maraq, bax bu haqqda danışmağınızı istərdim. Çox sağ olun, təşəkkür edirəm. Silsilə təlimlər zamanı şəxsən bizə ən çox maraqlı suallar gəlirdi və bu sualların əksəriyyəti stressə davamlılıqla bağlı idi. Çünki 8 saat şikayət eşitmək, məsələləri çözmək nəinki bilik, bacarıq, texniki biliklər, həm də mənəvi böyük bir güc, iradə tələb edirlər. Və bizim iradənin möhkəmlənməsinə aid belə məşqlərimiz, fokuslanma, konsentrasiya, yaddaş məşqlərimiz etikaya daxil olduqda çox qəribə gəlirdi məmurlara ki, Günel xanım, bəs konsentrasiya məşqləri, yaddaş məşqlərin etikaya aidiyyatı var. Biz deyirdik, əlbəttə ki, çünki bir insanın adını qarışdırsaz, məsələn, Günel xanıma Günay xanım desəz, Günay xanım nə qədər gözəl adı olsa da, Günel xanım sizi mütləq şəkildə düzəldəcək ki, mənim adım Güneldir. İlk dəqiqələrdən artıq sevilməyən və yaxud da vaciblik hissi əlindən alınmış bir insan olaraq söhbətə başlamış olacaq. Kiçik nüanslar kimi görünən məsələlər əslində böyük dəyərlərin nümunəsidir. Etika və etiketi ayırmağı öyrəndik. Məsələn, etika fəlsəfədir, etika dəyərlərə sahib olmaqdır. Bu genetik koddan gəlir, bu o yaşadığın ölkənin milli dəyərlərindən sizə hopur. Bir sizin məktəb, institut, dostlarınızdan sizə gələn bir toplum olaraq ortaya çıxır. Bir də qlobal standartlar var. Hansına ki, siz yaxşı adam oldunuz və yaxud da çox da yaxşı adam deyilsinizsə də, siz bu qaydaları iş saatında mütləq eləməlisiniz. Yəni, artıq bunu qanun tənzimləyir. Bu qaydanın adı etiket qaydalarıdır. Məsələn, siz qeyri-etik hərəkət elədiniz, bir insanı adını başqa bir sözlə əvəzləyərək müraciət etdinizsə, işdən çıxarılma dərəcəsinə qədər gəlib çıxarılır. Mən bir çox saytlara baxıram, məsələn, elə Dövlət Əmək Sosial Müdafiə Nazirliyinin təxminən il ərzində
bir neçə insan işdən çıxarılma səbəblərini izləyəndə etik davranışlara görə də səbəblər vurğulayır və bu məni çox sevindirir. Demək, dövlətimiz nə qədər məmurların belə etik davranışına nəzarət edir ki, hər hansı bir daxili çərçivədə belə pozuntularda onu işdən azad etməyə hazırdır. Çox öncə bu bəzən bağışlanılan, müəyyən bir təlimlər, müəyyən bir müddət verilir, düzəldiləndən sonra yenidən işə qayıdırdısa, bugün ona tolerantlıq azalmışdır. Bu da bizi sevindirir. Bir də bir məsələyə toxunmaq istəyirəm. Mən istəyirəm yenə bir daha dövlət qurumlarının hər birinə təşəkkür edirəm. Yanımızda olan, bizə dəstək olan, əlilliyi olan qadın və qızlarımızın səsini eşidən, bayaq Rədə xanım dedi, icmaların yaranmasına nail olduq. Məsələn, biz Xocalı icmasının yaranmasına nail olduq. Xocalıda iki dəfə İradə xanım əlilliyi olan qadın və qızlara seminar keçdi və Xocalıda dəstək üçün hətta maddi yardım da elətdirdi Elmirə xanım, Gəncənin sədri. Ora maddi yardım elədi, təşkilatçılığını elədi. O bayaq dedi ki, bölgələrdə Rədə xanım dedi, şöbələrin olması. Bunlar hamısı çox önəmli bir məsələ idi. Əlbəttə ki, şöbələr olmasaydı biz əlimizi atıb o qədər tez operativ proqramları qura bilməzdik. Bu bizim üçün böyük bir çətinlik idi və 45 bölgədə bu dəqiqə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin şöbələri fəaliyyət göstərir. Və dövlət qurumlarından əməkdaşlığımızı gücləndirmək üçün mən üzümü tuturam bütün dövlət qurumlarına. Əlilliyi olan qadın və qızlara şamil olunmuş hələ də layihə proqramlarımız yoxdur. Maliyyələşmir. Dəstək yoxdur. Mən açığı deyirəm da, bütün qurumlarda layihələr verilir. Nə olar ki, burada biz demirik ki, xüsusi qrup kimi nəzərə alınmaz. Amma hər yerdə ehtiyac var. Təhsilində də ehtiyac var. Ayrı bir tender ayrılsın. Hər bir deməli nazirliklərdə, hər bir sahədə. Yəni bu əlilliyi olan qadın və qızların layihənin davamlı olması üçün bu dəstək genişlənməlidir. Bəli, sosial sifarişlərə böyük ehtiyacımız var. Və layihəmizin davamı olaraq mən düşünürəm ki, yenə də layihəmizin davamı olaraq biz müraciət eləyəcəyik Etimad Fonduna. Çünki onlar bəlkə də dünya üzrə belə bir layihəni ilk gördülər. Və o qədər gözəl bir xarakteristika bizə yazıblar ki, ingilis dilində. Biz özümüz saytımıza da yerləşdirəcəyik onu. Hər birimiz, hər sahədə dövlətimizin inkişafı üçün çalışmalıyıq. İnsanlarımızın rifah halının yaxşılaşması üçün çalışmalıyıq. Və bunun üçün də bu proqramın böyük dəstəyi oldu və Günel xanımın gündəmə gətirdiyi o kitab, etik davranış kitabı çox böyük önəmi var və bir daha təşəkkür edirik. Dövlət qulluqçularına, dövlət xadimlərinə biz qeyd etdiyimiz kimi peşə etikası onsuz da çox yüksək səviyyədə onlarda təlim verilir, hətta imtahandan keçirilərək iş vəzifə verilir. Bizim işimiz məhz çətin insanlarla, əlilliyi olan qızlar və qadınlarla xüsusi yeni psixoloji metodları və bunu da etik çərçivədə konseptləşdirərək onlara təqdim etmək idi. Bayaq dediyim kimi, neuroetika və neuroestetika elmləri son 10 ildə açılıb institutlar və burada insan beyninin davranışları öyrənilərək yeni insanların yeni vərdişlərə necə sahib ola bilərlər kimi elmi ilə tanış elədik. Buna aid İndiyə qədər yazılmış əlilliyi olan şəxslərlə davranış kitablarından biraz fərqli, daha müasir bir etik qaydalar kitabını ərsəyə gətirdik. Üzəyə çıxacaq bu yaxınlarda. Buradan da təbii ki, bizim də xahişlərimizdən biri də odur ki, bunu masaüstü kitab edək. Dövlət xadimlərimizin masasında olsun bu kitablar. Çox asan, qısa, lakanik, nazik, hər yerə daşınan biləcək, iş dünyasında, ofisdə interyerimizi gözəlləşdirəcək bir kitabı masanızda olmasından şad olaraq, bu da bizim bu layihədən kənar, hətta layihəyə daxil olmadan, layihədən əmələ gələn, tələbatlardan önə çıxan gözəl bir işimiz oldu. Davamiyyəti üçün də masanın üzərinə
qoymaq biz Çox tərəfdən gözəl. artıq deyil, qarşı tərəfdəndir. O addımları da gözləyirik. Düşünürük ki, dövlət qurumları bizim bu gözəl təşəbbüsümüzə dəstək göstərəcək, əməyimiz yerdə qalmayacaq. Bir daha təşəkkür edirəm hər birinizə gəldiniz və icraatımızda olan layihə haqqında ətraflı məlumat verdik. Sosial layihədir və düşünürəm ki, sosial layihədə yalnız dövlət qurumları deyil, bir vətəndaş olaraq hər birimiz həssas qrupdan olan, əlilliyi olan qadınlara, qızlara, ümumilikdə hər kəsə dəstək göstərməliyik və bu bizim bir vətəndaş borcumuzdur. Sosial layihənin sonuna gəldik. Təşəkkür edirəm və əsas təşəkkürüm isə Türk Millətlər Birliyi TMB kanalının rəhbərliyinədir ki, bu sosial layihənin, televiziya layihəsinin yayımına şərait yaratdı. Minnətdaram, var olun, sağ olun.